Onu sərt deyəndə hansı dərəcədə gəlir? Sərtliyi məsələ ilə ölçülür? Əhsəntum. Ümumiyyətlə, barakallahu fikum, gündəmə gələsi məsələlərdən də biri budur ki, hər birimizin xüsusi olaraq da elm tələbəsinin. Yəni biz özümüzü elmə nisbət ediriksə, şərt deyil ki, insan getsin hardasa oxusun. Mədinədə oxusun, Məkkədə oxusun, Misirdə oxusun, Yardaniyada oxusun. Ümumiyyətlə, yəni özünü elmə nisbət edən birisi, elmlə məşğul olan birisi, matlub olan odur ki, tələb olunan budur ki, insanlar da ondan bunu gözləyir ki, o insan nədir? Mülayim olsun. Elə deyil. Belə deyik də, insanların nümunə kimi baxacaq birisidir elm tələbəsi. Yəni, siz düşünün ki, bunun müqabilində əksi var. Mülayimçilik tələb olunur. Elçin qardaş gözləyir ki, Amit mülayim olsun. Günlərin bir günü Amit Elçin qardaşa qarşı sərtlik edir. Cobudluq edir, azılır onu. Amma bunu gözləmir də. Fikrimi çatdıra bilirəm. Əsl olan nədir? Talibul elm tələbəsi mülayim olsun. Mülayimçilik, belə deyik də, biri var. Heybət. Biri var mülayimçilik. Bunlar səhv salmaq lazım deyil. Ola bilər ki, bir nəfər elm tələbəsi heybətlidir, heybətini qoruyur. Ciddiliyini qoruyur, belə deyək. Ciddiliyini qoruyur. Müqabildə də nə edir? Mülayimdir. Burada taarrud yoxdur. Burada ziddiyyət yoxdur. Əksər alimlərin sifəti bu cürnədir. Şeyx Məşhur Həfizəhullah buyurur ki, günü bu günə kimi deyir. Günü bu günə kimi. İmam Albani'nin kitablarını oxuyanda deyir. Onun deyir, heybətidir, hələ də qalıb məndədir. Kitablardan deyir, onun heybətini hiss edirəm deyir, subhanallah. Fikir verirsiniz, Rahiməhullah nə cürə heybətli birisiymiş. İndi sual, İmam Albani, yəni, covud adamıydı. Fikrimi çatdıra bildim. Deyir ki, bu günə kimi deyir, onun kitablarını götürüb oxuyuram deyir. Onun heybəti gözümün qabağına gəlir. Yəni, zarafat dövründə kişi 25 il onun yanında olub. 25 il İmam Albani'dən elm tələb edib. Özü bizim kimi yox, 1 saat, 2 saat yox. Hər gün. Hər gün özündən elmləri, Allah-u aləm. Özündən elmlər öyrəm, subhanallah. Düşünün ki, bir nəfərin tələbəsi, İmam Albani tələbəsi Şeyx Məşhur. Yəni, o cürə imamın yanında olmaq bizim nə deməkdir? Yəni, Allah rəhmət eləsin, İmam Albani'nin haqqında tələbələr danışanda xəyal kimi gəlir. Birisi nəyə görə xəyal kimi gəlir? Sizdə nəyə görə? Biz heç vaxt görməmişik. O, misal var, deyir, atadan qalmıyor, babadan qalmıyor. Bizdə heç vaxt olmuyor deyənə, bu şeylər biz fikirləşə bilmirik. İmam Albani'nin oxumağını danışanda tələbələri, subhanallah, dəhşətə gəlsin. Desən, belə insanlar olub yeryüzündə. Bizim zamanda belə adamlar olub, bəli, elhamdülillah. Hər gün bu insan məktəbəsindən çıxmırmış, kitabxanasından. 15 saat, 16 saat. Hər gün bu proqramıymış. O tələbələri də bunun bu, belə deyək də, həyat tərzini götürüblər. Bu oxumaq mənhəcini. Yəni, İmam Albani Rahiməhullah kitabları nəzir oxuyurmuş. Məktəbələr, kitabxanalar var idi. Kitabxanalarda da pilləkənlər var idi, nərdivanlar. Hansısa bir kitab axtaranda qalxırdı. Hətta bir nəfər Şeyx Vafiq Rahiməhullah dünyasını dəyişdi. Tələbələrindən idi, keçmiş tələbələrindən. Deyir ki, biz deyir, bir dəfə gördük deyir. Kitabı deyir, axtardı. Hansısa bir məsələni axtaranda, misal sonra orada yuxarıdaydı. Zöhr namazı idi. Zöhr namazından sonra. Pilləkənlərlə qalxır. Qarşısından bir kitab keçir. Bu axtardığı kitab deyildi amma. Başqa bir kitab. Bununla diqqətini cəlb eləyir. Düz deyir, əsrə biraz qalmış deyir, düşdü deyir oradan. Pilləkəndən sonra, orada bitirdi, düşdü deyir. Pilləkəndən sonra bitirdi, düşdü deyir Allah. Belə adamlar var, subhanallah. Belə alimlər olub, rahiməhumullah. Onlar dəhşətli adamlar olublar. Şeyx Məşhur Həfizəhullah danışır. Deyir ki, belə deyik də, bəzən olur ki, alimlərdən bu cürə danışıqlar gələndə bizim kimi insanlar ola bilsin ki, özlərini toparlaya bilmir. Ucubdan qorxur və s. Yəni, qorxur ki, bu şey danışmasın. Çünki biz o mərhələyə gəlib satmamışıq da. Onlar bunları keçiblər əslində. Bu təzkiyyətin nəfs deyil. Yəni, nəfslərini təmizə çıxarmaq söhbət deyil onlarda. Bunların danışmaqları ibrət ancaq. O, evində yemək otağında, qonaq otağında daha doğrusu. Deyir ki, stolumun qırağında belə bir yer düzəltmişəm, zaviyə edirlər, 3 gün. Buranı sizcə niyə düzəldir? Burana qoyur. Bura kitablar yığır. Yaxşı, yemək yerinizə qoyur kitab.
Yox, siz deməyin yeyə deyilmiş. Burada yığıb bunları. Deyir ki, yoldaşım deyir gedir misal salat getirmeye. O yine bir dənə səhv oxuyuram deyir gələnək. İkinci də gedir çörək getirmeye. Bir səhv oxuyuram deyir. Deyir illər. Mücəllətlər kitab oxumuşam deyir belə deyir. Mücəllətlər kitablar oxumuşam deyir burada. İllərdir. Ancaq haçan? Ancaq yoldaşı xunaya gelib yanındakı. Fasilə vaxt, subhanallah. Orada da saniyələr kes, bəlkə dəqiqələr kes. Fikir verirsiniz. Bir dəfə yadıma gəlir, dərslərin birində şeyx danışırdı. Deyir ki, bir dənə məsələni deyir, axtarırdım deyir. Sahih Müslim kitabını, elə bilin ki, belə deyik də, 4-cü günlər keçir. 30 il bundan qabaq başlayıb şərhinə. 30 il bundan qabaq. Kitab 20 mücəllətdir. Tək 8 mücəllədini şərh eləyib. Hələ 12 mücəlləd qalıb. 30 il bundan qabaq. Allah alim, amin. Allah faydalı ömür versin şeyx. Deyir ki, yadıma gəlir bir dəfə deyir, bir məsələ axtarırım deyir. 16 mücəllətdən ibarət bir kitabın, bir müəllifin deyir, kitabında bu məsələ var idi. Deyir ki, mən bu dərsimi deyir, Sahih Müslim dərsimi səhərdən hazırlayıram deyir, nə deyir? Axşama kimi, məğribə kimi. O məsələ axtarmaq üçün deyir, baxdım o kitaba deyir. Hansı ki 16 mücəllət deyil. Deyir, gələnə kim deyir, 8 mücəllədə oxudum deyir. Səhərdən də 8 mücəlləd. Sonra deyir, dərsdən sonra döndüm evə deyir. Deyir ki, mən sabardu. Səbr elə bilmədim. Əkməldu deyir kitab. Kitabı deyir, davam elədim deyir. Deməli, gecəni də neyniyib, oxuyub 16 mücəllədi bitirib. Fikir versin, nə cünə kitabı oxuyurlar. Allah akbar. Allah bərəkət versin. Mövzumuza qayıdırıq. Qardaşın. Bəli, Allah vaxtlarına da bərəkət verir. Elhamdülillah. Allahla rabitəni düzəldib, Allah ona da vaxtına bərəkət verir. Deməli, qardaşın sualı necə idi? Sərtlik nə deməkdir? Bəlli şirin. Sərtlik, yəni sərt olmaq heç kim üçün keçərli deyil. Yəni bir mənada sərtlik zərər gətirir. Bunu Muhammed deyib sallallahu aleyhi ve sellem. Mütləq ki, orada nə var? Fayda var. Sallallahu aleyhi ve sellem. Deyib ki, sərtlik xeyir gətirmir. Mülayimçilik xeyir gətirir. Əsas olan odur ki, barakallahu fikum, bayaq dediyim kimi, elmə nisbət olan birisi mütləq olaraq nədir? Mütləq olaraq barakallahu fikum, mülayim olmalıdır. Bayaq dediyim kimi, mülayimçilik heybətli olmağın ziddi deyil. Heybətli olmaq başqa məsələ. Bayaq dediyim misal verdi İmam Albani rahimehullah. Həm heybətli idi, həm də mülayim insan idi. Tələbələr danışır, deyir ki, biz dərsdə deyir, onu görəndə deyir, dərs verəndə deyir. Yaxın dura bilmirdi. Rahimehullah. Yaxın dura bilmirdi, subhanallah. Heybətindən yaxın durmaq olmur. Amma dərsdən sonra deyir, adi vaxtlarda deyir, sanki uşaqları kimi deyir. Fikir versiniz. Yəni çalışıb insanların qəlbini qırmamaq, insanlara gözəl söz söyləmək. Allah Subhanahu taala nə buyurur? Və qulu linnəsi husna. İnsanlara gözəl söz söyləyin. Bu bütün insanlardan mətlub olan bir şeydir, tələb olunan bir şeydir. Bəs elm tələbəsi nədir? Elm tələbəsi daha da bu məsələlərə görə fikir versin. Xüsusən də insanlar bunları, yəni bu cür müamiləni gözləyirlər elmə nisbət olan birisinə, elə deyil mi? Hamı gözləyir ki, elm tələbəsi mülayim olsun, onu acılamasın. Həm də ki, barakallahu fikum, talibul elm gərək başqa bir məsələ var. Əhməd ibn Həmbəl rahimehullah buyurur ki, gözəllik 10'dur deyir. 10 gözəllik var deyir. Onun 9'u təğafüldür. Təğafül nə deməkdir? Görməməzliyə vurmaq. Görməzdən kesmək. Yəni, sanki olmuyor. Ən çox bizə harda lazım olur? Evlərimizdə. Elə deyil mi? Bu cür olmasa bütün gün dava qıran olacaq. Elə deyil. Ən çox bizə harda lazım olur? Qardaşlarla olan. Qardaşlarla müamilə edir. Vallahi o qədər şeylər olur ki, heç əhəmiyyəti yoxdur. Əhəmiyyətsiz bir şeyin üzərində nədir? Söhbətlər qurulur. Ona görə nə təğafül eləmək. Talibul elm gərək barakallahu fikum çoxlu məsələlərdən üzərindən keçsin. Allahu alim. Ümid edirəm ki, fikrimi çatdıra bildim. Yəni sərtlik başqadır, heybət. Əhsəntun. Sərtlik başqa şeydir. Sərtlik yobud adamdır. Yəni insanları azalıyır. İnsanlar onun dilindən və əlindən əziyyət çəkir. Allah korusun, bununla heybət arasında fərq var.